Cümlə üzvləri cümlənin qrammatik əsasının ardını işləyirik. 94-cü sual. 10-cular idman yarışında qalib gəldilər cümləsində mübtəda hansı nitq hissəsi ilə ifadə olunmuşdur? Cümləni qeyd eləyək. Qalib gəldilər. Kim qalib gəldi? 10-cular. 10-cular isimləşmiş saydır. Deməli, cavab olacaq 94-də D bəndi. 95. Hansı cümlədə mübtəda məstərlə ifadə olunub? İşləməkdən heç kəs ziyan görməyib. Burada heç kəs qeyri-müəyyən əvəzi ilə ifadə olunub. Oxumaq heç vaxt gec deyil. Nə gec deyil oxumaq? 95-də cavab olacaq B bəndi. 96. Hansı cümlədə xəbər ismi birləşməklə ifadə olunmuşdur? Bu üzgüçülər dənizin dərinliyinə baş vuranlardır. Kim üzgüçülər? Demək, Tahirənin əmisi məşhur həkimdir. İsmi birləşməklə ifadə olunub. Demək, cavab olacaq məşhur həkimdir. Kim məşhur həkimdir? Üzr sayın. Demək, xəbəri soruşur. Xəbər ismi birləşməklə ifadə olunub. 7-ciləri tərifləyən məktəbin direktoru idi. Kim məktəbin direktoru idi? Bax, bu 3-cü növ təyinli söz birləşməsidir. Deməli, 96-da cavab olacaq B bəndi. 97. Cümlələrdən hansılar ismi xəbərlidir? İsmi xəbərlidir. Demək, fikri qəti idi. 1. Yanında idi, dostlarının yanında idi. 2. Onun yeganə arzusu universitetdə oxumaqdır. 3, bir də 4. Demək, 1, 2, 3, 4. Hələ ki, bura qədər hamısı ismi xəbərlidir. Bu biri səhifəyə də baxaq. Məni heyrətə gətirən onun başına gələnlər haqqında çox sakit danışmaq idi. Bu da ismi xəbərlidir. Deməli, bütün cümlələr ismi xəbərlidir. Ona görə də cavab olacaq D bəndi, yəni hamısı. 97 D. 98. Cümlələrin mübtədaya aid təyin nə ilə ifadə olunmuşdur? Ağımsov tüstü onun enli dodaqlarının üstünə inmiş, qalın bığlarının arasına doldu. Doldu nə? Tüstü. Necə tüstü? Ağımsov. Sifətlə. Demək, cavab olacaq 98-də D bəndi. Sifət. 99. Cümlələrin birində xəbəri iki şəxsdə düşünmək olar. Söz var, o dilləri ağızdan düşür. Ağız var, orada söz nüfuzdan düşür. Burada yoxdur. Günəş elə bil ki, zirvədə yatır. Günəş yatır bir şəxsdə. Yaxşı vaxt keçir, ömrünü mənalı yaşa. Sən yaxşı vaxt keçir, bu mənada. Bir də yaxşı vaxt keçir, nə keçir? O mənada işlənir. Qoy cümləni bir də burada yazım, izah edeyim. Yaxşı vaxt keçir. Bir cümləni belə təhlil edə bilərik. Məsələn, vaxt keçirmək. Vaxt keçir, kim, sən, əmr şəklində. Demək, burada ikisi bir yerdə götürüləcək. Frazeoloji birləşmə kimi. Bir də belə təhlil edə bilərik. Yaxşı vaxt keçir. Keçir nə? Vaxt. Demək, burada da mübtəda kimi düşünmək olar. Ona görə cavab olacaq 99-da D bəndi. 100-cü sual. 100-də deyir, hansı cümlə yalnız qrammatik əsasdan ibarətdir. Yəni, cümlədə ancaq mübtəda və xəbər var, başqa cümlə üzvləri yoxdur. Asan deyil, nə asan deyil? Artıq yükdən azad olmadan yüksəlmək. Nə? Bu mübtədadır. Düşünüldüyü kimi, necə asan deyil, düşünüldüyü kimi. Burada var. Yaxşı kitab çox qiymətli xəzinədir. Xəzinədir nə? Kitab, necə kitab? Yaxşı, burada da təyin var. Ancaq ürəklərində öz sirri olanlar bizim ürək sirlərimizi anlamağa qadirdirlər.
Anlamağa qadirdirlər. Nəyi? Bizim ürək sirlərimizi. Kim? Öz sirri olanlar. Burada da var. Demək, elmi təfəkkürdə həmişə poeziya elementi olur. Olur, nə olur? Poeziya elementi nə zaman, həmişə, harada? Elmi təfəkkürdə. Burada da var. Bizə lazımdır yalnız mübtəda və xəbər olsun. Kitab bir nəslin digər nəslə mənəvi vəsiyyətidir. Bir nəslin digər nəslə mənəvi vəsiyyətidir. Xəbər, nə? Kitab. O da mübtəda. Deməli, bu cümlədə ancaq mübtəda və xəbər var. Deməli, cavab olacaq 100-də E bəndi. 101. Verilmiş cümlədə feili birləşmələr hansı cümlə üzvü vəzifəsindədir? Adamlar dəstə-dəstə hər gün meşəyə moruq dərməyə, qoz fındıq toplamağa gedirdilər. Gedirdilər. Haraya gedirdilər? Demək, meşəyə moruq dərməyə. Meşəyə gedirdilər. Nə məqsədlə gedirdilər? Moruq dərməyə, qoz fındıq toplamağa gedirdilər. Demək olacaq məqsəd zərfliyi. 101-də oldu A bəndi. 102. Xəbəri sifətlə ifadə olunmuş hansı cümlə yalnız baş üzvlərdən ibarətdir? Baxaq. Hava bugün çox gözəldir. Yalnız baş üzvlərdən ibarətdir. Yəni, cümlədə ikinci dərəcəli üzvlər tamamlıq təyin zərfli işlənməyib. Gözəldir nə? Hava, nə zaman bugün? Burada zərflik var, A bəndi olmaz. Bizim rayonumuzun havası rütubətlidir. Rütubətlidir, xəbər. Nə rütubətlidir? Bizim rayonumuzun havası. Bax, bu söz birləşməsidir, mübtəda vəzifəsindədir. Xəbər və mübtədadan ibarətdir. Rütubətlidir sözü də sifətdir. Deməli, cavab olacaq 102-də B bəndi. 103. Hansı cümlədə təyin tamamlığı izah edir? Yorulmaq bilməyən sazəndələr çalar, xanəndələr isə həvəsli oxuyardılar. Çalar kim? Sazəndələr. Hansı sazəndələr? Yorulmaq bilməyən. Bax, burada mübtədaya aiddir. Deməli, A bəndi deyil. Şaxtalı qış hələ çox davam edəcəkdir. Davam edəcəkdir. Nə? Qış. Hansı qış? Şaxtalı. Deməli, burada da mübtədaya aiddir. İndi şəhərimizdə çox mərtəbəli binalar tikirlər. Tikirlər kim? Onlar. Mübtəda cümlədə yoxdur. Qeyri-müəyyən şəxsi cümlədir. Nəyi tikirlər? Binaları. Bax, binalar sözü qeyri-müəyyən təsirli haldır, tamamlıq vəzifəsindədir. Çox mərtəbəli isə sifətdir. Sifət də burada demək, təyin də tamamlığı izah edir. Hansı binaları? Çox mərtəbəli binaları. Demək, cavab oldu 103-də C bəndi. 104. Yalnız baş üzvlərdən ibarət ismi xəbərli cümləni müəyyən edin. Yalnız baş üzvlər. Sənin cavabın bizə maraqlıdır. Maraqlıdır nə? Sənin cavabın kimə? Bizə. Burada tamamlıq da var. A bəndə olmayacaq. Məktəblilər bilik yarışının qalibləridir. Bilik yarışının qalibləridir. Kim? Məktəblilər. Bax, cavab olacaq B bəndi. Məktəblilər sözü mübtədadır. Bilik yarışının qalibləridir. Xəbərdir. 104-də oldu B bəndi. 105. O məktəbin həyətini addım-addım dolaşdı, lakin itirdiyi qələmi tapa bilmədi cümləsi ilə bağlı hansı fikir səhvdir? Qələmi tapa bilmədi, qələmini tapa bilmədi. Düzdür. Addım-addım mürəkkəb zərflə ifadə olunmuş tərz hərəkət zərfliyidir. Dolaşdı necə addım-addım, düzdür. İtirdiyi feili sifətlə ifadə olunmuş təyindir. Hansı qələmi? İtirdiyi qələmi, düzdür. İkinci dərəcəli üzvlərin ikisi söz birləşməsi ilə ifadə olunub. Baxaq. Demək, addım-addım dolaşdı. Haranı? Məktəbin həyətini. Bax, burada tamamlıq söz birləşməsi ilə ifadə olunub. Bax, səhv cavab olacaq D bəndi. Çünki burada ikinci dərəcəli üzvlərin ikisi söz birləşməsi ilə ifadə olunmayıb. Biri söz birləşməsi ilə ifadə olunub, o da məktəbin həyətini. Addım-addım söz birləşməsi deyil, mürəkkəb zərfdir. Mürəkkəbdir bu.
söz birləşməsi hesab olunmur. Bir dənə söz birləşməsi olacaq məktəbin həyəti. Demək cavab olacaq 105-də D bəndi. 106. Nümunədə ikinci dərəcəli üzvlərlə bağlı səhv fikri müəyyən edin. Nigar hələ də Zərifənin dediklərini unuda bilmir. Olanları bir-biri yadına salırdı. Olanları təsirli yaş keçircili feil sifətlə ifadə olunmuş tamamlıqdır. Nəyi olanları düzdür. Hələ zərflə ifadə olunmuş zaman zərflidir. Hələ unuda bilmir. Nə zaman? Düzdür. Bir-bir mürəkkəb zərflə ifadə olunmuş zərflikdir. Bir-bir yada salırdı. Düzdür. İkinci dərəcəli üzvlər nitq hissəsi ilə ifadə olunmuşdur. Nitq hissəsi ilə ifadə olunub, yəni sadədir. Söz birləşməsi ilə ifadə olunubsa, deməli mürəkkəbdir. Unuda bilmir nəyi? Zərifənin dediklərini. Səhv cavab bu olacaq. Çünki Zərifənin dediklərini tamamlıqdır və tamamlıq nitq hissəsi ilə ifadə olunmayıb. İsmi birləşmə ilə ifadə olunub. Ona görə 106-da cavab olacaq D bəndi. 107. Nümunədə ikinci dərəcəli üzvlərlə bağlı səhv fikri müəyyənləşdirin. Anar Orxanın söylədiklərinə əhəmiyyət vermədi, çünki belə sözləri tez-tez eşidirdi. Deməli, əhəmiyyət vermədi. Nəyə? Orxanın söylədiklərinə eşidirdi. Nə zaman tez-tez? Nəyi? Sözləri, necə sözləri? Belə sözləri. Belə əvəzliklə ifadə olunmuş təyindir, düzdür. Tez-tez tərz hərəkət zərfi ilə ifadə olunmuş zərflikdir. Tez-tez eşidirdi. Nə zaman eşidirdi? Digər variantlara da baxaq. İkinci dərəcəli üzvlərdən ikisi söz birləşməsi ilə ifadə olunub. Demək, Orxanın söylədiklərinə biri söz birləşməsi ilə ifadə olunub. Ona görə 107-də olacaq C bəndi. 108. Hansı nümunədə ikinci dərəcəli cümlə üzvlərinin hamısı var? Yəni təyin də var, tamamlıq da var, zərflik də var. Demək, o xurmayı saçlı, göy gözlü, olduqca yaraşıqlı bir uşaq idi. Uşaq idi kim o? Necə uşaq idi? Yaraşıqlı, göy gözlü, xurmayı saçlı. Burada təkcə təyin var. Salınacaq yolun planı indidən hazırlanır və yay gələndə onun icrasına başlanılacaq. Demək, başlanılacaq. Nəyə başlanılacaq? Onun icrasına. Nə zaman? Yay gələndə. Hazırlanır. Nə zaman? İndidən. Nə hazırlanır? Yolun planı. Hansı yolun salınacaq? Gənc mənə yanaşdı və direktorun məni gözlədiyini dedi. Yanaşdı. Kim? Gənc. Kimə? Mənə. Direktorun məni gözlədiyini nəyi? Burada təyin yoxdur. Mərmər sütunlu sarayın qabağındakı meydançada bayram şənliyi keçirilirdi. Keçirilirdi nə? Bayram şənliyi harada? Meydançada. Hansı meydançada? Mərmər sütunlu sarayın qabağındakı. Səriyyənin Adilin yanında fəhlələri müdafiə etməsi minnətdarlığa layiq hərəkət idi. Demək, hərəkət idi. Necə hərəkət? Minnətdarlığa layiq hərəkət. Nə hərəkət idi? Demək, səriyyənin fəhlələri müdafiə etməsi. Cavab elə olacaq B bəndi. Demək, indidən hazırlanır. Nə zaman? Burada zaman zərfliyi var. Yay gələndə onun icrasına nəyə? Tamamlıq da var. Zərfliyi var, tamamlıq var. Yolun planı hazırlanır. Hansı yolun planı salınacaq? Deməli, təyin də var. Təyin də var, zərfliyi də var, tamamlıq da var. 108-də oldu B bəndi. 109. 109. Hansı cümlədə baş üzvlərdən heç biri ismi birləşmə ilə ifadə olunmamışdır? Nizaminin poemaları onu dünyada məşhurlaşdırmışdır. Məşhurlaşdırmışdır. Nə? Nizaminin poemaları. Bax, burada ismi birləşmə var. Deməli, A bəndin çıxdıq. Mübtəda ismi birləşmədir. İş icraçısı Həsən böyük təcrübə qazanıbdır. Demək, qazanıbdır kim? Həsən. Hansı Həsən? İş icraçısı. Nə qazanıb? Təcrübəni.
Necə təcrübə böyük. Bax, burada Həsəndə nitq hissəsidir, birləşmə deyil. Qazanıbdır da, birləşmə deyil. Deməli, hər ikisi sadədir. İsmi birləşmə ilə ifadə olunsaydı, mürəkkəb olacaqdı. Həsən qazanıbdır. Demək, 109-da oldu B bəndi. 110. İkinci dərəcəli üzvlərin iştirak etmədiyi baş üzvlərdən biri qeyri-müəyyən miqdar sayı ilə ifadə olunmuş cümlə hansıdır? İkinci dərəcəli üzvlər iştirak eləməyib, deməli, yalnız mübtəda və xəbər. Elmarın bu işini bəyənənlər minlərlədir. Minlərlədir, say. Kim minlərlədir? Elmarın bu işini bəyənənlər. Digərlərinə baxaq. Bizi müdafiə edənlər sizinkilərdən çoxdur. Çoxdur. Kim? Bizi müdafiə edənlər. Kimdən? Sizinkilərdən. B bəndə olmayacaq. Yüzlərlə tələbə bu adı qazanmaq üçün çalışır. Demək, çalışır. Kim çalışır? Tələbə. Nə qədər tələbə? Yüzlərlə. Nə üçün? Bu adı qazanmaq üçün. C bəndində çıxdıq. Axır günlərdə gələnlərin sayı azalmışdı. Azalmışdı. Azalmışdı sözü artıq say hesab olunmur. Saydan düzəlmiş feil hesab olunur. D bəndində çıxdıq. Bizi dəstəkləmək üçün yığışanların sayı bu gün az idi. Az idi. Demək, kim az idi? Bizi dəstəkləmək üçün yığışanların sayı. Nə zaman? Bu gün. Cavab elə olacaq A bəndi. Minlərlədir, xəbərdir. O da qeyri-müəyyən miqdar sayıdır. Bizə də deyir, baş üzvlərdən biri qeyri-müəyyən miqdar sayı ilə ifadə olunub. Burada xəbər. Bir də digər cümlə üzvləri də yoxdur. Bu cümlədə yalnız mübtəda və xəbər var. 110-da A bəndi olacaq. 111. Hansı cümlənin mübtədası ismi birləşmə, xəbəri isə məlum növdə olan feil ilə ifadə olunmuşdur? Mübtəda ismi birləşmə, xəbər məlum növ. Demək, kiçik qardaşım 3 əcnəbi dil bilir. Demək, əhəmiyyətsizdir. Əhəmiyyətsizdir çıxdı, bu feili xəbər deyil. Onun bura gəlmək ehtimalı məni o qədər də maraqlandırmır. Maraqlandırmır feili xəbər, məlum növ. Onun bura gəlmək ehtimalı. Onun bura gəlmək ehtimalı da ismi birləşmə. Demək, dərmanıdır ismi xəbərdir. DB çıxdıq. Görünürdü qayıdış növdür. Burada da ismi birləşmə deyil. Çünki bu ayrılır. Qardaşım sözü ayrı götürülür. Kiçik sözü ayrı götürülür. Demək, cavab olacaq C bəndi. Onun bura gəlmək ehtimalı mübtəda ismi birləşmədir. Onun ehtimalı. Üçüncü növ təyini söz birləşməsidir. Məni o qədər də maraqlandırmır. Maraqlandırmır da məlum növdə olan feil. Demək, 111 oldu C bəndi. 112. Hansı cümlə yalnız zərflik və xəbərdən ibarətdir? Axşam düşəndə darıxardı. Şimşək çaxanda hər yer işıqlandı. İşıqlandı nə? Hər yer. B-də mübtəda var. Dayımda qiymətli kitablar var. Var xəbər. Nə var? Kitablar. C bəndini çıxdıq. İçəriyə güclü işıq şöləsi axdı. Axdı nə? İşıq şöləsi. Mübtəda var. D-ni çıxdıq. Görünür onları tapa bilməyiblər. Bilməyiblər, tapa bilməyiblər. Kimi onları? Burada isə tamamlıq və xəbər var. Zərflik və xəbər A bəndindədir. Darıxardıq. Nə zaman? Axşam düşəndə. Zaman zərfliyi, bir də xəbər. 112-də oldu A bəndi. 113. 113. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Birləşmək başlanğıcdır. Birliyi davam etdirmək inkişafdır. Birlikdə işləmək müvəffəqiyyətdir. Baxaq. Başlanğıcdır. Nə? Birləşmək. İnkişafdır. Nə? Birliyi davam etdirmək. Müvəffəqiyyətdir. Nə? Birlikdə işləmək. Doğrudur. Baxaq. Mübtədalardan biri məsdərlə ifadə olunmuşdur. Birləşmək. Bu birlər məsdər tərkibidir. Ona görə bir düz olacaq. Nitq hissəsi ilə ifadə olunmuş mübtəda yoxdur. Düzdür. Demək, 3. Biri də olacaq 2.
Yanlışdır. Məstər tərkibi ilə ifadə olunmuş mübtədalar var. Düzdür bu. Xəbərlərin ifadə vasitəsi ismi birləşmədir. Birləşmə deyil. Görürsüz, başlanğıcdır, bir sözdür. Birləşmə olmaq üçün ən az 2 söz olmalıdır. Elə cavab olacaq 1-2, o da olacaq D-bəndi. 114. Feili xəbərli cümlədir. İsmi xəbərli cümlədir. Oturar, zaman, gələcək zamandır. Deməli, feili xəbərlidir. 1. İcidlikdir, ismi xəbərdir. Yapışar, gələcək zaman. Demək, feili xəbər. İsmi xəbərlidir. Umma, əmr şəklidir. Deməli, feili xəbərdir. Dil yarası qılınc yarasından yamandır, sifət. Biri də olacaq 5. 1, 3, 5, o da olacaq D-bəndi. 115. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Mübtəda söz birləşməsi ilə ifadə olunmuşdur. Mübtəda nitq hissəsi ilə ifadə olunmuşdur. Mən dostumla rayon mərkəzindən qayıdırdım. Qayıdırdım ki, mən. Bu söz birləşməsi deyil. Quzular analarını görüb daha bərkdən mələdilər. Mələdilər, nə? Quzular. Bu da söz birləşməsi deyil. Qarabağ mahalı öz atları ilə məşhurdur. Məşhurdur. Hara məşhurdur? Qarabağ mahalı. Biri olacaq söz birləşməsi 3. Mübtəda nitq hissəsi ilə ifadə olunmuşdur. Alaçıqların qabağından tüstü qalxırdı. Qalxırdı, nə? Tüstü. Biri olacaq 4. Uzaqdan atların kişnəməsi eşidilirdi. Eşidilirdi, nə eşidilirdi? Atların kişnəməsi. Bu söz birləşməsidir. Cavab elə olacaq 3, 4. O da A bəndi. 116. Xəbəri işarə əvəzliyi ilə ifadə olunmuş cümlələri müəyyən edin. 1 deyil. İşarə əvəzlikləri o, bu, elə, belə, həmin. Demək, cavab olacaq biri 4, budur. Bir də 5. Bizim də xasiyyətimiz belədir. Bu, belə, o da olacaq 4, 5. Açıq sualdır. Variant yoxdur. 117. Xəbər haqqında doğru fikirləri müəyyənləşdirin. Feili xəbərlər həm təsriflənən, həm də təsriflənməyən feillərlə ifadə olunur. Səhvdir. Var, yox sözləri bütün şəxslər üzrə xəbər ola bilir. Deməli, mən varam, sən varsan, o vardır. Mən yoxam, sən yoxsan. Bu düzdür. 2 düzdür. Əmr şəklində olan feillə ifadə olunan xəbərlər yalnız əmr cümləsində işlənir. Bu səhvdir. Əmr şəklində olan feillə ifadə olunan xəbərlər yalnız əmr şəklində işlənir. Əmr cümləsində işlənir daha doğrusu. Bu nəqli cümlədə də işlənə bilər əmr şəkli. Ona görə 3 də səhvdir. Doğru fikirlər soruşur. Demək, idmiş hissəcikləri həm ismi, həm də feili xəbərə qoşulur. Doğru fikir budur. Həm ismi xəbərdə işlənir. Məsələn, adam idi, yaxşı idi, həm də feili xəbərdə qoşulur. Gəlirdi, gəlmişdi və s. Demək, 4 olacaq, biri də düz cavab. Həmcins xəbərlərdə idmiş hissəcikləri şəxs sonluqları ixtisar oluna bilir. İxtisar oluna bilmir. İxtisar olunur. Gəlir, gəlir, gedir, yazırdı. Düzdür bu da. 2, 4, 5. Demək, cavab oldu 2, 4, 5. 118. Altından xətt çəkilmiş sözlər hansı cümlə üzvüdür? Var, nə var, məhəbbətim, necə məhəbbətim, sonsuz, kimə, hər kəsə, harada, ölkədə. Yer zərfliyi, tamamlıq, bir də təyin. 1, 2, 4.